Bizim kəndin, yəni Hacalmuradlı kəndinin problemi su problemidir. Problem də belədir ki, bu qızıl arx deyirlər. Bu götürür mənbəyin Çaxırlıdan 13 kənd keçir, 14-cü kənd bizük. Deməli, ayrılır oradan Qaradonlu, bu Çahar, Qaradonlu, Xubiyarlı bir ayrılır. Sonra Bərdən gəlir Məzrəlinin tuşundan aşağı Mürsəlli, Qaraqaşlıya qədər bir ayrılır. Sonra gəlir Qulbəyli, Qulbəylinin içindən keçir gəlir bizə. Hardasa bunun bu əkinin altında bir 2000-3000 hektar. Bunun da hər yolu ancaq beton kanal olmaz. Yəni beton kanal çəkilməlidir ki, bəli. Bəli, beton kanal da çəkilib Aynurun arxasına qədər. Qızıl arx ora qədər beton kanal olub. Oradan hərlənib gedib, indi gedəndə görərsən Mürsəlli gəlir sökülür, kanaldan keçir. Qalıb bu lina çəkmək. Yonca sahəsi Yonca taxıl, 10 hektar taxıldır. 10 hektar taxıl, 10 hektarda yoncadır. 10 hektarda Sırf pay torpağıdır. İndi burada su yox, necə çıxartmışsınız bəs? Onu su yoxdur. Su gəlsə buradan gedir, çıxır olur. Oradan çıxmaq su yoxdur indi. Yoxdur, su yoxdur. Ümumiyyətlə Təbii su ki, yoxdur. burada yoncanın inkişafına, taxıl inkişafına çox böyük mənfi Mənfi təsir edir. Neçə görə? Yağış düşdü. Yağışın da yenə yağış suyunun əhliyyəti sularına suyu kimi ola bilməz. Yoncası azdır elə bil. Biri çox illik verəndə birinci biçimdə belə olur. Həm də bu 3 il, 4 il əkilir. Amma belə də az görürəm də, məsələn, tutaq ki... Yox, az da deyil. Daha da az deyil. Bu indi bir gəl bölgəndə, gəl bax, gölgünəndə. Birinci biçim belə dolaşır. Birinci biçim belə olur, amma su lazımdır da. Su yoxdur. Su problemdir. Ümumiyyətlə, bizim kəndin problemi su problemidir. Taxıl sahən hansı tərəfdədir? Aşağıda da var, bura yoncadır. O obyekt tərəfləri. O ev deyil, obyektdir. Yox, evdir. Qalmağa üzəri gəlib qalırdılar. O ərəblər tikib onu. Ərəblər tikib. Hələ orada tikinti çoxdur içəridə. Hasar veriblər bütün. Yəni ərəblər gələndə burada o üçün tikib. Sıra üzəri istirahət üçün. Suyun dərdindən pambıq əkə bilmirik. Məsələn, mən bu yoncadan pambıq sərf edirəm. Pambığa ən aşağısı vegetasiya dövründə hələ bax çıxış suyundan əlavə 2 su vurursan heç bir suda vurmaq mümkündür. Müqavilə bağlamaq. Heç Burada su yoxdur ki, orada heç müqavilə də bağlamırlar. bir dəfə də su varmaq mümkün olmaz. Yox, olmur. Bir dəfə də su varmaq mümkün olmaz. İndi keç o tərəfə göldən göstərim. Yəni naləşlikdə şor su qururuq. Onu şor su da elə olur, göldə qurur. Düz bir 500 metrdən qazdırıb gətirib buradan motor qoyuram. Bu il ərzində 2 dəfə suara bilmirik. İl ərzində. Onunla məhsuldarlıq nə olacaq ki? Məhsulu heç nə. Məhsul hektardan tutaq ki, yonca verməlidirsə 200-300 pres, biz hektardan götürürük 100 pres. Bu da çəkilən xərci ödəmir. Çəkilən xərci ödəmir. Bu tərəfdən də deyirlər ki, fermer neynəsin? Əgər zərər eləyirsə, bu nətər əksir? İyul ayında bu göl də qurur. Bunu 600-700 metr qıraqla dərin yerdən qazırıb gətirirəm bura. Buradan motor qoyub vururam bura. Burada xərci ödəmirəm. Çox böyük əziyyətdir və çox böyük xərcdir.